Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal daha da böyüyüb. Sferas xəbər verir ki, Nazilə məhkəmədə Fatiməyə qalib gəldiyi halda onun qərarları icra etmədiyini bildirib. Nazilə Səfərli sosial şəbəkədə paylaşım edərək Fatimə və həyat yoldaşı haqda iddia irəli sürüb. Şair ad çəkmədən paylaşımına bunları yazıb. Daxili parçalanma başlayır. Ər-arvadın uduzluğu məhkəmədə vəzifəsinə güvənərək kömək edir ki, sənəd arxivə atılsın, proses yubansın. Arvad da bunu bağların birində 10 kişilik məclisdə süfrədə elan edir. Belə arvadı ər çırpmasın, nə etsin? Arvad əri bagaja qoydu. Nazilə Səfərli Fatimənin adını yazmasa da, ötən gün qonaq olduğu Öz Aramızda proqramında bu haqda danışmışdı. O, Fatimə ilə aralarındakı məhkəmə prosesi ilə bağlı suala belə reaksiya verib. Borcudur üzr istəmək, üzr də istəyəcək, başqa şey də edəcək. Bu məhkəmə o həbsxana. Əgər insan orada, burada, süfrələrdə məndən heç nə gözləməsin deyib lovğalanırsa, uşağının atasının ona etdiyi jesti süfrədə açıqlayırsa, səsi yazılıb mənə gəlirsə, lazım olacaq həmin səsi lazımi orqanlara təqdim edəcəyəm. Görün vəzifəsindən istifadə edən kimdir? İcra yubanır. İcraat nə gəzir bu başqa rayonda? Niyə arxivə atılıb? Bu məsələni böyüdəcəyəm. Qeyd edək ki, Nazilənin yenidən məsələni qaldırmasına səbəb Fatimənin tarixin bir günü verilişində dediyi bu proses hələ gedəcək. Burada nə təhqir, nə tənqid olunub. Burada mən sual vermişəm, hara getmisən? Deyir ki, üzr istəniləcək. Burada təhqir yoxdur. Sözlər olub.